Yaxşılığı niyə ki? Nə olub ki? İndi qulaq as. Əgər məndə hamınız çıxmışsınız ki, hamı biraz da verir ki, yox, tazir şah ola bilməz, bu düzgün deyil. İllər öncə mənim Nadir Qafarzadə mənim çox istədiyim bir müğənnidir. Çox istəyirəm onu. Nadir Qafarzadə bir neçə il bundan qabaq çıxdı efirə, kişi kimi dedi, mən əjdahayam. Düzdür, qardaş? Bəli. Niyə bəs hiçbiriniz çıxıb demədiniz ki, sən əjdahasan və bu birilər nədir? Çünki Nadir olaraq cavabı o da qaytaracaq ona görə. Kərimə də söz demir. O gün Kərimə deyirəm ki, Kərim, sən niyə sadaşmırlar? Mənə çıxıb sözünüzü dediyiniz kimi efirdə ki, yox, bu şahdır, yox, ola bilməz. Yəni şah gələcəkdə nə var? Yox, Nadirin də qabana çıxıb deyir. Tacir müəllim, o biz deyir. Ona təyinizdə estrada görüblər ona. İllərlə yemisiniz, həzm eləmişsiniz. Mən də deyirəm, yeyin, evi yoxdur. Həzm də eləyirsiniz. Amma yaxşı müğənniləri əzməyin. Yaxşı müğənniləri əzməyin. Belə də ki, bu yerdə Nazır xanım da mənim ürəyimdir, çox istədiyim bir xanımdır. Goranboylu, Boluslu Şair Səfər, tanıyırsınız damınız. Şair Səfər özdə bir məclisdə, bir el şənliyində, Boluslu. Bir şənlikdə onu ilk yazdığını, o şeiri yazıb onu mənə vermişdi. O mənə, internetdə mənə beynimdədir. Orada deyir ki, 1000 dəfə peyvat vur, 1000 dəfə cala, kök öz cırlığında cıl qalacaqdır. Alçağı uzatsan uzataq qədər, yeri gələn kim alçalacaqdır. İndi bu, yəni, mən yenə deyirəm, bütün müğənnilərə, hamısına mənim hörmətim var. Amma yaxşı müğənnilərin qədrini bilin, əzməyin. Yuxarı başa çıxartdığınız müğənnilər də musiqidən xəbəri yoxdur. Amma siz saxlayamayasınız onlar orada.